qaçaq qalmaq ki, nəinki Azərbaycanlıların, Türkiyədə olan bir çox xarici vətəndaşın belə bir problemi var, qaçaq qalır. Niyə qaçaq qalır? Bilmirəm. Niyə qaçaq qalmalıdır? Onu da bilmirəm. Yəni çünki yenə 4 il əvvəl qaçaq qalsaydı bunu başa düşərdik. Başa düşərdik ki, oturum izni vermirdilər. Turistik oturma izninin hamısına rədd gəlirdi. Xüsusən Azərbaycanlılara, Orta Asiya ölkələrinə hamısına rədd gəlirdi. Amma artıq elə bir problem yoxdur. Hətta sizə bunu deyim ki, bu o qədər pik nöqtəyə çatmışdı ki, Azərbaycan səfirliyi araya girib 2022 mi idi, 23 mi idi, tam xatırlamıram. O ildə Azərbaycanlara əfv çıxmağı üçün müraciət elədi və bunun geri dönüşü oldu. O zaman qaçaq qalan Azərbaycanlılar ölkəni tərk eləmədən təkrar oturum izninə başvurma haqqı qazandılar, yəni görməzdən gəlindi. Amma bu hər səfər belə olacaq qətiyyən yox. Ki, hal-hazırda da turistik oturma iznini verirlər, yəni verməsələr başa düşərəm. Yəni uzaq 12.000, 7.000, 8.000 TL arasında bu xərc çıxır. TL-dən bəhs edirəm, manatdan yox. Yəni bunu eləyin, alın, oturma izninizi qoyun cibinizə, rahat-rahat gəzin. Oturma izniniz olmadıqda, qaçaq olduğunuz müddətdə polisdən qaçacaqsınız, yəni. Küçədə rahat gəzə bilməyəcəksiniz, xəstəxanaya rahat gedə bilməyəcəksiniz, yəni. Buna ehtiyac yoxdur. Çünki Türkiyənin bir çox nöqtəsində, xüsusən avtobus səyahəti zamanı polis dayandırıb təkcə kimlik kontrolü eləyirlər, yəni həm türklərə, həm xaricilərə, yəni orada görəcəksiniz qaçaqsınız, yəni. Və ondan sonra sizi göndərəcəklər geri göndərmə mərkəzinə. O geri göndərmə mərkəzi elə bir bərbad bir yerdir ki, yəni ora heç kimi düşməyini arzu eləmirəm, yəni. Qadınlar üçün fərqi yoxdur, kişilər üçün hamısı bərbad bir yerdir, yəni. Bunu eləməməkdən ötürü qanuni şəkildə Türkiyədə qalın. Bu fürsəti sizə yaradıblar, oturma iznini verirlər, yəni əvvəlki kimi deyil. Ona görə qaçaq qalmağa ehtiyac yoxdur, yəni.